Aleykümselam və rəhmətullahi və bərəkatuh. Deməli, qardaş, Mü'təzilə əqidəsində olan əl-mənzilatu beynəl-mənziləteyn qaydası haqqında soruşdu. Həmçinin Əraf surəsi 54-cü ayə haqqında soruşdu ki, yəni Mü'təzilər bunu dəlil gətirirlər. Daha doğrusu Əraf surəsi 46-cı ayə haqqında. Ümumiyyətlə, Mü'təzilə əqidəsi bilirsiniz ki, qardaşlar, batıl firqələrdən biridir. Və Mü'təzilə əqidəsinin əsaslarından 5 əqidələrin əsasları var. Əqidələrinin 5 əsası var. Və ən birincisi tohiddir. Və ikincisi adillik. Üçüncüsü əl-mənzilatu beynəl-mənziləteyn, qardaşın soruşduğu qayda. Dördüncüsü əl-va'd vəl-va'id. Beşincisi əl-əmru bil-ma'ruf və nəhy anil-munkar. Yəni bu əl-mənzilatu beynəl-mənziləteyn qaydası hansı ki Vasıl ibn Ata ilə Həsən Basri arasında olan ixtilafdan yaranan bir qaydadır. Və bu qaydada deyilir ki, yəni əl-mənzilatu beynəl-mənziləteyn nə deməkdir? Yəni iki yol arasında olan bir mənzilə, bir yol. İki mənzilə arasında olan bir mənzilə. İki dərəcə arasında olan bir dərəcə, məsələn belə. Bu iki dərəcə də nədir? Möminlə kafir arasında olan üçüncü bir dərəcə fasik dərəcəsi. Yəni Mü'təzilə əqidəsi deyir ki, hukmul fasik fid-dunya leysə bi-mu'min və la bi-kafir. Yəni fasiqin dünyada hökmü nə mömin deyil, nə də kafir deyil. Fasik nə mömin deyil, nə də kafir deyil. Əgər o tövbə eləyərsə sabahları və mömin olacaq. Əgər tövbə etməsə, israrlı olsa öz fıskında, əbədi cəhənnəm əhli olacaq. Və bu Mü'təzilə əqidəsinin batıl etiqadlarından biridir. Əhl-i-Sünnə etiqadına zid olan bir etiqaddır, batıl etiqaddır. Və Əhl-i-Sünnə deyir ki, fasik mömin müsəlmandır, yəni asi müsəlmandır. Lakin kafir deyil, nə də üçüncü bir mənzilə deyil. Və burada ayədə deyilir ki, və beynəhumə hicab və aləl-ə'rafi ricalun ya'rifuna kullan bisimahum və nədəv əshabul cənnəti ən sələmun aleykum ləm yədxuluha və hum yətməun. Yəni ayədə Allah Subhanahu taala deyir ki, hər iki tərəfin arasında pərdə və səddin üzərində hər kəsi simasından tanıyan insanlar olacaqlar ki, onlar cənnət əhlini səsləyib sizə salam olsun deyəcəklər. Halbuki özləri çox istədikləri halda belə cənnətə girə bilməyəcəklər. Yəni burada pərdə cənnət əhli ilə cəhənnəm əhli arasındadır. Necə İbn Kəthir rahmehullah buyurur ki, bu ayənin təfsirində. Və deyir ki, Allah Subhanahu wa Ta'ala zikr edir burada cənnət əhli ilə cəhənnəm əhlinə olan xitabı. Hansı ki, cəhənnəm əhli cənnət əhlinə xitab eləyəcək və deyəcək sizə salam olsun. Hansı ki, onların arasında bir maniyə olacaq, bir pərdə olacaq və cəhənnəm əhlinin cənnətə girə bilməməsi haqqında bir maniyə. Yəni, biri-birini görəcəklər, lakin cəhənnəm əhli cənnətə girə bilməyəcək. Lakin onları görəcəklər. Necə ki, məsələn, bu haqda Mücahid deyir ki, hicabun beynəl cənnəti və nər. Yəni, burada ə'raf nədir? Ə'raf deyir kəlməsi və aləl-ə'rafi ricalun. Ə'raf deyir nədir? Cənnətlə cəhənnəm arasında olan bir pərdədir. Bir maniyədir. Və necə ki, bu ayəni açıqlayır digər bir ayə. Və hansı ki, Allah Subhanahu wa Ta'ala Hədid surəsi 13-cü ayədə buyurur. Necə İmam Tabari bayaqki Əraf surəsi 46-cı ayəni bu ayə ilə açıqlayır. Allah Teala buyurur ki, يَوْمَ يَقُولُ الْمُنَافِقِينَ وَالْمُنَافِقَاتُ لِلَّذِينَ آمَنُوا انظُرُونَا نَقْتَبِسْ مِنْ نُورِكُمْ قِيلَ ارْجِعُوا وَرَاءَكُمْ فَالْتَمِسُوا نُورًا فَضُرِبَ بَيْنَهُمْ بِسُورٍ لَهُ بَابٌ بَاطِنُهُ فِيهِ الرَّحْمَةُ وَظَاهِرُهُ مِنْ قِبَلِهِ الْعَذَابُ. Yəni Allah Teala ayədə buyurur ki, o gün münafiq kişi və münafiq qadınlar iman gətirənlərə deyəcək ki, biraz gözləyin ki, biz də sizin işığınızdan alaq. Onlara deyəcəkdir ki, möminlər geriyə qayıdıb işıq axtarın. Yəni, nur axtarın özünüzə. Onların arasına içəri tərəfdən mərhəmət, çöl tərəfdən əzab olan qapılı bir sədd çəkiləcəkdir. Bir maniyə çəkiləcəkdir. Yəni, möminlərlə münafiqlər arasına. Deyir, o
Geriyə qayıdıbdır işıq axtarın. Onların arasına içəri tərəfdən mərhəmət, çöl tərəfdən baxanda isə əzablı bir, qapılı bir sədd çəkiləcəkdir. Yəni bu ayədə onu göstərir ki, yəni burada əraf cənnət əhli ilə cəhənnəm əhli arasında olan bir maniədə bir pərdədir. Yəni Mü'təzilə əqidəsi də bunu batil tərəfə yönəldirək, yozaraq, yəni ayəni doğru düzgün anlamadan və ayəni başqa bir tərəfə təvil ediblər, yozublar. Allah bir daha doğrusun.